1 stəkan mürəbbə şirəsindən iri həcmdə, ləzzətli, yumşaq bir piroq hazırladım. Sən də bu cür hazırlamaq istəyirsənsə, bu videonu sona qədər izləməyi unutma. 4 ədəd yumurtanın üzərinə 1 çimdik duz və 1 stəkan yarım şəkər əlavə edib qarışdırdım. 150 ml duru yağ da əlavə elədim. Daha sonra 1 stəkan yarım qatığı əlavə edib yenidən qarışdırdım. Qeyd edim ki, bu reseptdə istifadə etdiyim stəkanın ölçüsü 200 ml-dir. 3 stəkan un, 2 çay qaşığı qabartma tozu və 2 çay qaşığı vanil əlavə edib qarışdırdım. Unu yavaş-yavaş əlavə etməyi sizə tövsiyə edirəm, çünki unun markasından asılı olaraq miqdarı dəyişilə bilər. Daha sonra xəmirimizi 2 bərabər hissəyə bölürük. Bişmə qəlibimizi duru yağla yağlayırıq ki, yapışmasın. Xəmirimizin bir hissəsini bura əlavə edib üzərini düzləşdiririk. Daha sonra 1 stəkan mürəbbə şirəsini üzərinə videoda gördüyünüz qaydada əlavə edirik. Bunu çox ehtiyatla eləmək lazımdır ki, mürəbbə ilə xəmir qarışmasın. İstənilən mürəbbə şirəsindən istifadə edə bilərsiniz. Mən zoğal mürəbbəsindən istifadə etmişəm. Və xəmirimizin ikinci hissəsini də sıxma torbasına yerləşdirib, üzərinə bu cür videoda gördüyünüz qaydada əlavə edirik. Və hələlik bunu qoyuruq bir kənara. Burada qırıntılar hazırlayırıq. 1 xörək qaşığı kərə yağın üzərinə 2 xörək qaşığı şəkər tozu və 2 xörək qaşığı un əlavə edib əllərimizlə umaç halına gətiririk. Bu qırıntıları da üzərinə səpib əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 40 dəqiqəyə bişiririk. Və budur dostlar, piroqumuz artıq hazırdır. Mən bişib soyuduqdan sonra kəsdim. İnanılmaz ləzzətli və yumşaq bir piroq alındı. Həm də hazırlanması da çox asandır. İnanıram ki, siz də bu resepti bəyənəcəksiniz. Əgər videomu bəyəndinizsə, like edib kanalıma abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək inşallah. Hələlik.